Xəbər verdiyimiz kimi ötən gün hər birimiz tarixi ana şahidlik etdik. 2023-cü il sentyabrın 25-də təməli qoyulan İğdır-Naxçıvan qaz boru kəmərinin açılışı oldu. Bu boru kəməri Naxçıvan Muxtar Respublikasının qaza olan tələbatını tamamilə ödəyəcək. Kəmərin İğdırdan Sədərək rayonuna qədər uzunluğu 97,5 kilometrdir. Kəmərin Azərbaycan hissəsinin uzunluğu 17,5 kilometr, Türkiyə hissəsinin uzunluğu isə 80 kilometrdir. Boru kəməri gündə 2 milyon kubmetr, ildə isə 730 milyon kubmetr qaz ötürmək qabiliyyətinə malikdir. Bu məsələni İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin şöbə müdiri Aqil Əsədovla birlikdə müzakirə edəcəyik. Xoş gördük Aqil müəllim. Xoş gördük. Aqil müəllim, az öncə qeyd etdiyim kimi Naxçıvan artıq belə deyək ki, bundan sonra qazla təmin olunacaq. Asıllıq demək olar ki, artıq bitdi və istəyərdim ki, ümumiyyətlə biz İğdır-Naxçıvan qaz boru kəmərinin öncə əhəmiyyətindən danışaq. Bəli, sizin də qeyd etdiyiniz kimi İğdır-Naxçıvan qaz kəməri 5 Mart tarixində istifadəyə verildi və beləliklə 5 Mart tarixi də Azərbaycan-Türkiyə münasibətlərində əlamətdar bir gün kimi tarixə düşdü. İğdır-Naxçıvan qaz kəməri bir çox cəhətlərdən əhəmiyyət kəsb edir. İlk növbədə nəzərə alsaq ki, bir əsrə yaxındır ki, Naxçıvan, bir əsrdən artıqdır ki, Naxçıvan Azərbaycanın qədim torpağı olaraq Azərbaycanın əsas hissəsindən ayrı düşmüşdü. Mənfur qonşuların siyasəti ilə, Bolşevik dövründə Zəngəzurun Ermənistana verilməsi ilə bağlı və bu baxımdan dəhlizin ilk mikro səviyyədə yanaşanda ilk əhəmiyyəti Naxçıvanın enerji müstəqilliyinin təmin olunması olacaqdır, enerji təminatının ödənilməsi olacaqdır. Yəni kəmər həm İğdır, həm Naxçıvan əhalisinin rifah halında qısa zamanda özünü göstərəcək bir sosial layihədir. İkinci cəhətdən İğdır-Naxçıvan kəməri Azərbaycan və Türkiyə arasında olan, o cümlədən Türkiyə üzərindən dünya bazarına, Avropaya çıxan boru kəmərləri içərisində üçüncüsüdür. Bakı, Tbilisi, Erzurum, Bakı, Tbilisi, Ceyhan möhtəşəm layihə və nəhayət Bakı, İğdır-Naxçıvan kəməri və bu kəmərdə bildiyimiz kimi swap əsasında Azərbaycan qazını Türkiyədən Naxçıvana deməli geri ötürür. Qeyd olunduğu kimi borunun ötürücülük qabiliyyəti gündəlik 2 milyon olmaqla illik 730 milyon kubmetr təşkil edir və bunun kiçik modifikasiya işləri ilə gələcəkdə təqribən 5 milyon kubmetrə çatdırılması gündəlik mümkündür. Kəmərin biraz daha belə deyək də qlobal əhəmiyyətinə gəldikdə əslində İğdır-Naxçıvan qaz kəməri İğdırdan Naxçıvana doğru axını bugün təmin edir, amma həm də eyni zamanda boru ilə əksinə axın, yəni Naxçıvan-İğdır istiqamətində də axın mümkündür və bu gələcəkdə Zəngəzur dəhlizinin istifadəyə verildiyi vaxtda, hansı ki qarşıda planlar var, Zəngəzur dəhlizindən həm də enerji dəhlizi olacaqdır, Zəngəzur dəhlizi. O baxımdan yaxın gələcəkdə İğdır-Naxçıvan kəməri Naxçıvan-İğdır vasitəsilə bir daha Türkiyə üzərindən Azərbaycan təbii qazının dünya bazarına çıxarılması üçün bir mənbə olacaqdır və strateji əhəmiyyəti bundan ibarətdir. Və bir məsələni xüsusi qeyd etmək istərdim ki, sizin də qeyd etdiyiniz kimi kəmərin təqribən 100 kilometr uzunluğa malikdir və 2023-cü ilin sentyabr ayında, 2020-ci ilin dekabr ayında razılaşma memorandumu imzalanıbdı Ankara'da. 2023-cü ilin sentyabr ayında kəmərin tikintisinə başlanıbdı. Baxın, bir ildən bir balaca artıq müddət geçir, bir il neçə aydır və relyef kifayət qədər mürəkkəbdir. O mürəkkəbliyin qarşılığında qısa zamanda 100 kilometrlik kəmər artıq işlək vəziyyətdədir. Bu, həm də Azərbaycan-Türkiyə qardaşlığının, Azərbaycan-Türkiyə bir millət, iki dövlət münasibətlərinin, dostluğun bir nümunəsidir. Dövlət başçılarının qardaşlıq münasibətinin bir nümunəsidir. Çünki həm Türkiyənin, həm Azərbaycanın çətin anlarında həmişə bir-birinin yanında olubdur və bu da təbiidir. Qardaş qardaşın yanında olmalıdır. İğdır-Naxçıvan qaz kəməri də Türkiyə-Azərbaycan münasibətlərinin, Azərbaycan-Türkiyə qardaşlığının bir nümunəsi idi ki, bir il ərzində o cür çətin relyefdə belə bir əhəmiyyətli layihə reallaşdırıldı. Bir məsələyə də toxunmaq istərdim.
Bakı-Tbilisi-Ceyhan layihəsi ümumilli liderin adını daşıyan Bakı-Tbilisi-Ceyhan layihəsi ilə bağlı hələ 93-cü ildə əsrin müqaviləsi imzalananda 90-ların axırına doğru müxtəlif variantlar tövsiyə olunurdu. Amma ümumilli lider təkidlə Bakı-Tbilisi-Ceyhan layihəsinin o marşrutun üzərində dayandı və bu marşrut bu günləri Türkiyəni dünyanın enerji təhlükəsizliyində, Avropanın enerji təhlükəsizliyində bir haba çeviribdir. İğdır-Naxçıvan qaz kəməri də gələcəkdə bu siyasətin bir tərkib hissəsi olaraq Türkiyənin enerji qovşağı kimi, enerji habı kimi Avropada, dünyada əhəmiyyətini daha da artıracaqdır. Kəmərin açılışında cənab prezidentlərin çıxışı oldu. Yəqin ki, siz də dinləmişsiniz. Azərbaycan il ərzində 25 milyon kubmetr qaz ixrac edir. Bu qazın yarısı Türkiyənin daxili tələbatına gedir. Yarısı isə Türkiyə üzərindən 10 Avropa və bir neçə digər ölkələrə gedir. Baxın, artıq bu göstərici özü Türkiyənin Avropanın enerji təhlükəsizliyindəki rolunu ifadə edən bir göstəricidir. Və bildiyimiz kimi Türkiyənin, belə deyək də, Türkiyə boyunca Azərbaycan təbii qazını Avropa bazarına çıxardan daha bir önəmli layihə, TANAP layihəsi var ki, il ərzində 10 milyon kubmetr qazı, o deməli, buraxıcılıq qabiliyyəti 10 milyon kubmetr olan TANAP layihəsi var ki, Azərbaycan təbii məhsullarını, təbii qazı daha doğrusu Avropa bazarına çıxarır. Və bu layihələr həm də nəyə dəlalət edir? İğdır-Naxçıvan layihəsi də, gələcəkdə reallaşacaq Zəngəzur layihəsi də, Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum, Bakı-Tbilisi-Qars dəmir yolu layihəsi, bu layihələr hamısı həm də gələcəkdə Türk dünyasının bir qan damarı olacaqdır. Türk dünyasını birləşdirəcəkdir. Baxın, artıq Orta Asiyanın qaz ehtiyatlarının, Qazaxıstanın, Özbəkistanın qaz ehtiyatlarının Azərbaycandan keçən kəmərlər üzərindən Türkiyədən keçməklə dünya bazarına çıxarılması məsələləri var. Artıq Özbəkistanla, Türkmenistanla üzr istəyirəm, müvafiq razılaşmalar imzalanıbdır. Qazaxıstan nefti Bakı-Tbilisi-Ceyhan vasitəsilə dünya bazarına çıxır. Bu kontekstdə Azərbaycan-Türkiyə arasındakı yalnız İğdır-Naxçıvan qaz kəmərinin deyil, ümumilikdə boru kəməri ilə bağlı, ümumilikdə nəqliyyat əlaqələri ilə bağlı məsələlər çox böyük strateji əhəmiyyət kəsb edir və biz bunun əhəmiyyətini, nəticələrini görürük və yaxın gələcəkdə daha aydın şəkildə hiss olunacaqdır. Bir məsələni dediyi fikrimi yekunlaşdıram. Söhbət iki tərəfli, çox tərəfli münasibətlərdən gedirsə, müasir qloballaşan dünyada, inteqrasiya proseslərin sürətləndiyi dünyada bunun özəyində nəqliyyat əlaqələri durur. Yəni daşımaları, məhsulu bir ölkədən digər ölkəyə aparan nəqliyyat əlaqələri durur. İstər boru kəməri, istər avtomobil, istər dəmir yolu, istər su, fərqi yoxdur. Bu mənada da həm adını çəkdiyimiz layihələrin, həm də o cümlədən İğdır-Naxçıvan qaz layihəsinin yalnız makro deyil, mikro deyil, qlobal strateji əhəmiyyəti var. Aqil müəllim, bir məsələni soruşmaq istəyirəm. Ümumiyyətlə, bu boru kəməri indiyə qədər mövcud olan hansı problemləri aradan qaldırdı? Mən bunu asıllıq baxımından soruşuram. Bəli. Bildiyimiz kimi, indiyə qədər Naxçıvanın, belə deyək də, Naxçıvan blokada şəraitində idi və demək olar ki, bir çox problemləri ümumilli lider Naxçıvanda deməli olarkən bir ümid körpüsü açılmışdı. O ümid körpüsü vasitəsilə bir çox məsələlərdə Naxçıvanın çətinliklərində Türkiyə bir qardaş olaraq Azərbaycanın yanındaydı. Amma sonradan İran üzərindən, yenə də swap mexanizmi ilə Azərbaycan qazı İran üzərindən Naxçıvana çatdırılırdı. Bu layihə Naxçıvanın enerji təminatını, təbii qaza olan tələbatını əsasən ödəyirdi. Amma Azərbaycan Türkiyə üzərindən Azərbaycan qazının Naxçıvana ötürülməsi qeyd etdiyimiz kimi yalnız burada hədəf bugün Naxçıvanın təbii qazla təmin olunması deyil. Bu yaxın hədəfdir. Biz yaxın gələcəkdə bu layihənin daha strateji, daha uzaq mənzilli hədəflərinin şahidi olacaq. Aydındır. Bir məsələni də soruşmaq istəyirdim. Az öncə biz Zəngəzur məsələsinə siz söhbət əsnasında toxundunuz. Ümumiyyətlə, Zəngəzur dəhlizi işə düşəndən sonra bu marşrut xətti ilə Naxçıvana qısa yolla qaz verilə bilərsə əgər, İğdır-Naxçıvan boru kəməri Türkiyə qaz ixracı üçün istifadə etmək mümkün olacaqmı ümumiyyətlə bu? Təbii ki, əlbəttə, təbii ki, biz bu məsələyə də toxunduq. Yəni, İğdır-Naxçıvan axını mövcuddur, amma bu kəmər
Naxçıvan-İğdır axınını da təmin etməyə qadirdir və bildiyimiz kimi Zəngəzur dəhlizindən yalnız təbii qaz ixracı məsələsi deyil. Bildiyimiz kimi işğaldan azad olunmuş ərazilər Cənab Prezident tərəfindən yaşıl enerji zonası elan edilibdir. Yaşıl enerji istiqamətində iri miqyaslı layihələr həyata keçirilir və bu layihələrin artıq reallaşması həm də Zəngəzur üzərindən Azərbaycanın bir yaşıl enerji ixracatçısı kimi də dünya bazarına çıxmasına imkan verəcəkdir. Ona görə Zəngəzur dəhlizi yalnız Naxçıvana qısa yolla qazın, təbii qazın ötürülməsi deyil, həm də eyni zamanda Naxçıvan üzərindən Türkiyə üzərindən Avropaya çıxışı təmin edəcəkdir. Heç də təsadüfi deyil ki, artıq mətbuat qurumlarda, mətbuat orqanlarda Naxçıvanı Azərbaycanın Avropaya açılan qapısı adlandırırlar və bu təbii ki, öz real nəticələrini Zəngəzur dəhlizi açıldıqdan sonra göstərəcəkdir. O zaman artıq İğdır Naxçıvan yox, biz Naxçıvan İğdır və oradan sonrası Avropaya gedəcək kəmərlərdən danışacağıq. Aqil müəllim, ümumiyyətlə Azərbaycan kommunikasiyalarının açılmasında, söhbət yəni gələcəkdən gedir. Nələr vəd olunur məsələn Azərbaycan kommunikasiyalarının açılmasında? Çünki bilirik ki, biz bugün Azərbaycan bir sıra regional ölkələrlə və digər ölkələrlə bu kommunikasiya məsələsində çox ciddi layihələr həyata keçirir. Ümumiyyətlə, Azərbaycan kommunikasiya məsələlərinə nəinki ərazilərimizi işğaldan azad edəndən sonra, hələ 20 il öncədən Azərbaycanda iri miqyaslı beynəlxalq layihələr həyata keçirilirdi. Mən xatırlayıram, 1998-ci ildə Bakıda Böyük İpək yolunun bərpası ilə bağlı konferans keçirildi. Trasiykanın ümumi katibliyi Bakıda, daimi katibliyi Bakıda fəaliyyətə başladı. Yəni, Azərbaycan coğrafi mühitin verdiyi üstünlük, eyni zamanda ardıcıl və doğru şəkildə reallaşdırılan, cəsarətlə reallaşdırılan düzgün siyasət sayəsində Azərbaycan Avro-Atlantik məkanın aparıcı nəqliyyat tranzit qovşağıdır. Baxın, bu günlər Azərbaycanın iştirakı olmadan regionda heç bir nəqliyyat layihəsi reallaşması mümkün deyil. Evet. Bugün orta dəhliz, şimal, cənub, şərq, qərb, o cümlədən bunlardan irəli gələn şimal, qərb, cənub-qərb layihələri var ki, artıq bu dəhlizlərin real nəticələri, statistik rəqəmləri ortadadır ki, bu dəhlizlər üzrə daşımalar həyata keçirilir. Kommunikasiyaların açılmasına gəldikdə isə əvvəla burada Ermənistanın belə deyək də öz daxili mühitinə, öz belə deyək xarakterinə uyğun olaraq oynadığı iyrənc oyunlar bu kommunikasiyaların açılmasını müəyyən mənada ləngidir. Amma Cənab Prezidentin dediyi kimi Zəngəzur dəhlizi ya açılacaq, ya da açılacaqdır. Əslində özünə hörmət edən heç bir ölkə başçısı imza attığı bir şeyi müzakirə predmetinə çevirməz. Bilirik ki, 2020-ci ildə imzalanan 3 ölkənin rəhbəri tərəfindən imzalanan aktda kommunikasiyaların açılması ortadadır. Məğlub olan ölkə isə bu günləri ayrı-ayrı havadarlarının hesabına bu layihələri müvəqqəti ləngidir. Amma təbii ki, bu reallıqdır və biz Zəngəzur dəhlizinin açıldığını, Zəngəzur dəhlizi üzərindən bizim quru nəqliyyatı ilə Naxçıvana, Naxçıvandan Türkiyə və oradan digər yerlərə gedişimizi yaxın gələcəkdə biz görəcəyik. Bir də bir məsələni soruşmaq istəyərdim, elə bu İğdır-Naxçıvan qaz boru kəməri ilə bağlı. Gələcəkdə ümumiyyətlə bunun ötürücülük qabiliyyətinin artması mümkündürmü? Bəli, siz də qeyd etdiniz. Burada ilkin buraxıcılıq qabiliyyəti, ötürücülük qabiliyyəti 2 milyon kub metrdir. Amma kiçik modifikasiyalar vasitəsi, modifikasiyalar həyata keçirməklə kəmərin ötürücülük qabiliyyətini 5 milyon kub metrə çatdırmaq mümkündür ki, indi bugün 2 milyon kub metr onda gündəlik, illik 730 milyon kub metr eləyir. Təbii ki, 5 milyon kub metrə çatdırılanda daha çox qazı biz deməli İğdır üzərindən Naxçıvana verə biləcəyik. Amma 730 bugün Naxçıvanın demək olar ki, təbii qazı olan tələbatını tamamilə ödəyir. O zaman bu artırma bizə ehtiyac olacaq ki, bayaq qeyd etdiyimiz kimi artıq İğdır-Naxçıvan yox, biz Naxçıvan-İğdır axınından danışacağıq. O zaman təbii ki, kəmərin ötürücülük qabiliyyətinin artırılması və dünya bazarına təbii qazın çıxarılmasına nail olmaq lazım olacaq. O halda artıq 5 milyon kub metrə qədər artırmaq mümkündür. Çox sağ olun, təşəkkür edirəm. Buyurun, siz sağ olun, çox sağ olun ki, dəvət etdiniz. Sağ olun. Qeyd edim ki, biz İğdır-Naxçıvan qaz boru kəmərinin əhəmiyyətindən danışdıq və ümumiyyətlə kommunikasiyaların açılmasını müzakirə etdik. Müsahibimiz isə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin şöbə müdiri Aqil Əsədov idi. Bununla da Orta Gün bu həftəlik işini yekunlaşdırdı. Sağ olun.